Salam dəyərli şagirdlər, hər vaxtınız xeyir olsun. Bizim bugünkü mövzu izahımız olacaq natural ədədlər. İlk öncə deməli, natural ədədlər dedikdə biz nə anlayırıq? Saymaq üçün istifadə etdiyimiz ədədlərə natural ədədlər deyilir. Və böyük N hərfi ilə işarə olunur. N bərabərdir 1, 2, 3 və s. N. Natural ədədlər sonsuz saydadır. Və bilirik ki, ən kiçik natural ədəd 1-dir. Amma soruşsaq ki, və yaxud sual versək ki, bəs ən böyük natural ədəd necədir? Onu bilmirik. Deməli, natural ədədlərin cəmi, hasili, qüvvəti həmişə natural olacaq. Amma natural ədədlərin fərqi və nisbəti natural ədəd ola da bilər, olmaya da bilər. Sonra biz nəyə qeyd etməliyik? Natural ədədlərin onluq say sistemində yazılışı. Natural ədədlərin onluq say sistemində yazılışı. Onluq say sistemində yazılışı. Misal bizim qarşımıza çıxır ki, misal üçün A, B üslü xətt. Biz bunu necə qeyd edirik? Belə yazaq da, mərtəbələri ayırsaq təklik onluq. Düzdürmü? Olur 10 A plus B. Sonra bir digərini yazaq. A, B, C. Təklik onluq yüzlük. Deməli, 100A 100A plus 10B plus C. Və yaxud bir digərini yazaq. A, B, C, D. Artıq görürəm ki, bəli, minlikdir, olacaq 1000 A, üzərinə gəlinsin 100B, üzərinə gəlinsin 10C, üzərinə gəlinsin D. Bunu belə qeyd edə bilərik. Misal üçün, buna bir nümunə yazaq. Nümunə sual qeyd edək. Bizə verilir AB üslü xətt bərabərdir. Tutalım olsun A üzərinə gəlinsin 3B deyir. Olarsa. AB hasilini tap. AB hasilini tapın. İlk öncə nə edəcəyik? Baxıram bu ifadəyə. Dərhal bu ifadənin açılışı necə idi, onu yadıma salıram. Olacaq 10A üzərinə gəlinsin B bərabərdir. A plus 3B. Çox gözəl. İndi A-ları bir tərəfə, B-ləri digər tərəfə yazsaq, olacaq 10A çıxılsın A bərabərdir, 3B çıxılsın B. Alıram ki, 9A bərabərdir 2B-yə. Və biz də buradan bilirik ki, bu ifadələrin bərabər olması üçün A-nın yerində 2 olmalıdır, B-nin yerində 9 olmalıdır. Yazıram A bərabərdir 2, B bərabərdir 9. A-nı və B-ni tapdığım üçün gətirib A-B-nin yerinə yazsam, A vurulsun B nə olacaq? 2 vur 9 bərabər olacaq 18-ə. Deməli, biz AB hasilini tapmış olduq. Sonra bir digər sual izahını, mövzu izahını deyək. Misal üçün bizə bir ədəd verilir 78796 və deyir ki, həmin verilən bu ədəddə tutalım bu dəfə soruşsun ki, neçə yüzlük var? Neçə yüzlük var? Düzdürmü? Yüzlük deyən kimi, yüzdə biz neçədən sıfır anlayırıq? 2 dənə. O zaman gətirib 2 dənə ifadəni atsam, yerdə qalacaq nə qədər? 787. Düzdürmü? Və yaxud soruşsun, tutalım, neçə onluq var? Onluq var. Onluq deyən kimi bizim ağlımıza nə gəlir? 10 ədədi. Yəni bir dənə sıfır. Atsam, nə qalacaq? 7879. Və yaxud soruşsa, misal üçün, həmən bu ədəddə neçə minlik var? Ne edəcəyik? Tək 10, 100, 1000. Yəni 3 dənə ifadə, 3 sıfırı yadımıza salırıq, milliyi soruşduğu üçün. 3 dənə ifadəni çıxsam, nə qalacaq? 7. Bu belə. Sonra bir digər ifadə
tam ədədlərdən danışaq biraz. Tam ədədlər dedikdə nə başa düşürük? Natural ədədlər və onların əksi olan ədədlər sıfırla birlikdə. Bu olacaq tam ədədlər. Və tam ədədlər böyük Z hərfi ilə işarə olunacaq. Tam ədədlərin cəmi, fərqi və hasili tam ədəddir. Bu belə. Sonra aralıqdakı ədədləri tapmaq üçün hansı düsturlardan istifadə edirik, ondan qeyd eləyək. Misal üçün bizə bir aralıq verilir. Qeyd edib ki, və təbii ki, burada mötərizəyə diqqət etməliyik. Misal üçün A, B. Belə bir ifadə veriləcək, tutalım. Bizdən soruşacaq aralıqdakı tam ədədlərin sayını tapın. Bu halda necə olacaq? Həmin ifadəyə yerinə yazsaq, misal üçün olsun 7 və 15. Əla. Düsturla getsək, alırıq ki, sonuncu çıxılsın birinci, çıxılsın 1. Bax, düsturumuz bu olacaq. Və təbii ki, nəyə diqqət etməliyik? Mötərizəyə. Baxın buna. İndi şərti olaraq bu misalda yerinə yazsam, olacaq sonuncu çıxılsın birinci, çıxılsın 1. Buradan da nə alıram? 8-dən 1, 7. Bu aralıqda olacaq 7 qiymət. Bu oldu birinci. Sonra ikinci bir hal baxırıq. İkinci halda veriləcək. Baxın bu formada. Bu B. Bunun düsturu necədir? Sonuncu çıxılsın birinci. Vəssalam. Nümunə sual misal üçün yenə 7 və 15 soruşsa desə tam ədədlər nə qədərdir? Sonuncu çıxılsın birinci. Bərabərdir 8. Bu oldu ikinci. Üçüncüyə baxırıq. Üçüncü də demək olar ki, elə eyni ilə bu şərtə uyğundur, yəni bu ifadəyə uyğundur. Qeyd etsək bu dəfə A, B mötərizənin digər fərqli olacaq. Burada da yenə sonuncu çıxılsın birinci. Yenə yerinə yazsam 7 və 15. Burada da olacaq 15 çıxılsın 7, yəni 8. Və dördüncüyə baxsaq. Dördüncü də olacaq. Deməli A, B. Bu zaman sonuncu çıxılsın birinci, üzərinə gəlinsin 1. Misal nümunəyə baxaq 7 və 15. Bu parçadakı ədədi soruşsa, neçə dənə ədəd var? Sonuncudan, yəni 15-dən çıxacam birinci neçədir? 7-ni üzərinə 1 gələcəm. 8 üzərinə 1, 9. Bu da belə hesablanacaq. Sonra qeyd edirik cüt və tək ədədlər. Və qeyd etdiyimiz kimi, natural ədədlər bilirik ki, cüt və tək olmaqla iki qrupa bölünür. Cüt ədədlər nəyə deyirdik? Cüt. Sonu 0, 2, 4, 6, 8 rəqəmlərdən biri ilə qurtaran natural ədədlərə cüt ədədlər deyilir. İstədiyiniz qədər misal yaza bilərik. Elə 6, 8, nə bilim 12, 18, 26, 28, 22 və s. 30, 32 yəni yaza bilərik. Sonra əlavə qeydlər nəyə yaza bilərik? Cüt ədədlər 2-yə qalıqsız bölünür. Cüt ədədlərin ən kiçiyi 2-dir. Cüt ədədlər sonsuz saydadır. Cüt ədədin ümumi şəklini biz həmin cüt ədəd bərabərdir 2n şəklində qeyd edə bilərik. Misal üçün bizə soruşsa ki, ardıcıl cüt ədədləri qeyd et. Biz ardıcıl cüt ədədləri necə qeyd edəcəyik? 2n, 2n plus 2, 2n plus 4, 2n plus 6, 2n plus 8. Düzdürmü? Çünki 2n'i biz cüt götürdüksə, həmin bu cüt ədəd, əgər tutalım olsun bu 2, cüt götürmüşük axı. Bu da 2 olsa 2 üzəri 2 nə verəcək? 4. Bu nə olacaq? 6. Bu olacaq 8. Bu olacaq 10. Ardıcıl, hər biri ardıcıl cüt natural ədəd olmuş olacaq. Bu belə.
Deməli, bunu belə qeyd etdik. Sonra təkdən danışaq. Tək ədədlər. Sonu təkdən danışırıq. Tək ədədlər. Sonu 1, 3, 5, 7, 9. Bu rəqəmlərlə bitən natural ədədlərə biz deyəcəyik tək ədədlər. Və tək ədədlər 2-yə qalıqsız bölünmür. Tək ədədlərin ən kiçiyi 1-dir. Tək ədədlər sonsuz saydadır. Və tək ədədin ümumi şəklini biz qeyd edəcəyik. Tək ədəd bərabərdir 2n-1. 2n-1. Misal üçün, bizə desə ki, ardıcıl tək ədədləri qeyd et. Və yaxud sual düşür dəfələrlə. Ardıcıl 4 tək ədədin cəmi misal üçün 55-dir, bu ədədləri tap. Nə edəcəyik? Ardıcıl tək ədədlər soruşsa, birinci ədədim 2n-1, 2n+1, 2n+3, 2n+5, 2n+7. Aha, biz bu ifadəni tək ədəd götürdüyümüz üçün aradakı hesab nə qədər olacaq? 2, 2 görürsünüzmü? 2 vahid, 2 vahid, 2 vahid, 2 vahid. Bu da ardıcıl tək ədədlərə aid olmuş olacaq. Sonra bir qeyddə elə yaza bilərik ki, mənfi ədədlər və 0 nə tək, nə də ki, cüt deyil. Bu belə. Sonra ardıcıl natural ədədlərdə bilirik ki, necə qeyd edəcəyik? Ardıcıl. N, sonra n+1, n+2, n+3 bu olacaq ardıcıl natural ədədlər. Sonra bu cəm və hasil, sonra vurmaya aid belə deyək də, təki təkə, cəmi cəmə, bunlara aid xassələri qeyd edək. Misal üçün, tək üzərinə gəlinsin tək ədəd. Bərabər olacaq cüt ədədə. Nümunə misal üçün, 1+1, 1+1. Neçə eləyəcək? 2. Tək, tək, cəm neçə oldu? Cüt oldu. Sonra tək üzərinə cüt gəlsəm, tək ədəd alacağım. Misal üçün, 1 təkdir. Üzərinə cüt ədəd gəlirəm, alıram tək ədəd. Misal üçün, C deməli, cüt üzərinə cüt. Tutalım ki, 2+2. Düzdürmü? Hər ikisi cütdür. Nə alıram? Cüt ədəd alıram. Sonra hasilinə baxaq. Tək ədəd vurulsun tək ədəd. Aha. Bərabər olacaq tək ədədə. Nümunə. Misal üçün, 1 vur 1 nə eləyəcək? 1. Sonra tək ədəd vurulsun cüt ədəd. Nə edəcək? Təbii ki, cüt ədəd edəcək. Misal üçün, 1 vur 2 neçə eləyəcək? Cüt ədəd. Sonra cüt ədədə vursam, təbii ki, cüt ədəd edəcək. O da bərabər olacaq. Misal 2 vur 2. Cütü cütə vursam, olacaq cüt ədəd. Bunu da belə qeyd etmiş olduq. Sonra gəlirik bölünmə əlamətlərinə. Ən vacib xüsusi qeydlərimiz burada olacaq. Tam bölünmə əlamətləri. Tam bölünmə əlamətləri. Tam bölünmə əlamətləri. Birinci başlayıq hər zaman kimi sıfırdan. Sıfır, yəni belə deyək, ədədləri. Sıfıra bölmək, ədədləri sıfıra bölmək mənasızdır. Heç bir mənası yoxdur. Mənasızdır. Bu belə. İkinci bir şərti deyək. Sıfırı istənilən bir ədədə vurduqda və ya böldükdə cavab yenə sıfır olacaq. Misal üçün, 5 vur 0, yenə 0 edəcək. 155 vur 0, 0 edəcək. Nə bilim, 1000 vur 0, yenə nə edəcək? 0 edəcək. Və üçüncü bir qeyd, yəni biri vuraq və yaxud fərq etmək, istənilən ədədi 1-ə vurduqda və ya böldükdə elə həmin ədəd alınacaq. Bu da belə. Misal üçün, 1 vur 5 edəcək 5,
İstənilən ədədi dedik vuraq da, düzdürmü? O zaman yazaq 5 vur 5 elə 5 edəcək. 5 böl 1 elə 5 edəcək. Yəni istənilən ədədi 1-ə vurduqda və böldükdə həmin ədədin özü alınacaq. Sonra qeyd edirik 2-yə bölünmə əlamətini. Deməli 2-yə bölünmə əlaməti. 2-yə bölünmə əlaməti. Sonu cüt olan ədədlər. Sonu cüt olan ədədlər 2-yə tam bölünür. Tam bölünür. Misal üçün nümunə qeyd edə bilərik. Sonu cüt olan 16, 18, 22, 30, 38, 28 fərq etməz. Yəni sonu cüt olan ədədlər 2-yə tam bölünəcək. Sonra 3-ə bölünmə. 3-ə bölünmə əlaməti. 3-ə bölünmə əlaməti necədir? Rəqəmləri cəmi. Rəqəmləri cəmi. Belə deyək, 3-ə bölünürsə, həmin ədəd 3-ə tam bölünəcək. Həmin ədəd 3-ə bölünəcək. 3-ə bölünəcək. Misal üçün, istənilən bir ədəd yazaq. 87.956. Bizdən soruşacaq ki, 3-ə bölünürmü? Təbii ki, ya sual kimi qeyd edəcək 3-ə böl, onda normal çubuqlu bölmə ilə böləcəyik. Amma sual düşsə ki, bölünür yoxsa bölünmür? Bunu necə tapmalıyıq? Dərhal 3-ə bölünmə əlamətini yadımıza salırıq. Nə etməliyik? Rəqəmləri cəmi. 8 üzərinə gəlinsin, 7 üzərinə gəlinsin, 9 üzərinə gəlinsin, 5 üzərinə gəlinsin, 6. Rəqəmləri cəmi toplayacağıq. Əgər həmin alınan cəm 3-ə bölünərsə, deməli həmin bu ədəd, verilən bu ədəd 3-ə tam bölünəcək. 8, 7, 15, 15-in üzərinə 9, 24, 24 üzərinə 5, 29, 29 o da 6, 35 və təbii ki 35 3-ə bölünmür. O zaman 87.956 da 3-ə bölünməyəcək. Belə yazaq. Yəni bölünməyəcək. Və yaxud bir digər ədəd seçək. Misal üçün 192. Deyir ki, 3-ə bölünürmü? Ne edəcəyəm? 1 plus 9 plus 2. Bu eləyəcək cəm 12. Aha, 12 3-ə bölünən ədəddir. Onda, yəni aldığımız cəm 12 oldu və alınan cəm 3-ə bölünürsə, deməli həmin bu ədəd də 3-ə bölünəcək. Sonra yazırıq 4-ə bölünmə əlamətini. 4-ə bölünmə əlaməti necədir? 4-ə bölünmə əlaməti. 4-ə bölünmə əlamətini qeyd edirik. Deməli, son iki rəqəmi 0 olan belə yazaq, 0 olan və yaxud son iki rəqəmli ədədi son iki rəqəmli ədədi 4-ə bölünən ədədlər. 4-ə bölünən ədədlər. Son deməli 2 rəqəmli ədədi 4-ə bölünən ədədlər. Misal üçün dedik nə olmalıdır? Son 2 rəqəmi 0 olmalıdır. Misal üçün 100, 200, 300. Görürsünüzmü? Son 2 rəqəmi 0-0-dır. Və yaxud dedik nə olmalıdır? Son 2 rəqəmli ədədi bölünməlidir. Misal üçün 316, 428. Görürsünüzmü? Son 2 rəqəmli ədəd 4-ə bölünürsə, həmin bu ədəd 4-ə bölünən ədəddir. Bu da belə. Sonra gəlir 5-ə bölünmə. 5-ə bölünmə. Bu necə olacaq?
Bu çox sadə, çox bəsitdir. Yəni bildiyimiz kimi sonu 0 və ya 5 ilə qutaran ədədlər. Sonu 0 və ya 5 ilə bitən ədədlər. Misal üçün, sonu 5 ilə 145, 255, 195, misal üçün bunu qeyd edə bilərik. Və yaxud dedik 0 ilə bitsin, düzdürmü? 170, 20, 30, 40, 50, 60, görürsünüz, hamısı bölünə gedir. 70, 80, 90, sonra olsun 1550, görürsünüzmü? Sonu 0 və 5 ilə bitən ədədlər 5-ə bölünmə əlamətinə aiddir. Sonra qeyd edirik 6-ya bölünür. 6-ya bölünmə. 6-ya bölünmə əlamətini qeyd edirik. Sonu cüt olan eyni zamanda da rəqəmləri cəmi 3-ə bölünən ədədlər. Yəni sonu cüt olan və eyni zamanda rəqəmləri cəmi 3-ə bölünən ədədlər. Misal üçün 534. Dedik 6-ya bölünməsi üçün. Sonu nə olmalıdır? Cüt. Əla. Sonu cütdür. Bu şərtimizi ödədi. Sonu cüt. Bizim şərtimizi ödədi və rəqəmləri cəmi 3-ə bölünsün. 5 plus 3 plus 4. 8, 4, 12. Çox gözəl. Bu da oldu rəqəmləri cəmi 3-ə. Bu da şərtimizi ödədi. 6-ya bölünmə əlaməti belə. Sonra gələcək deməli 7-yə bölünmə əlaməti. Bu biraz maraqlıdır, çətin görsənir, amma sadədir. Misal üçün 7-yə bölünmə əlamətində nə qeyd olunub? 7-yə bölünmə. 7-yə bölünmə əlaməti. 7-yə bölünmə əlamətində misal üçün bizə həmin bir ədəd verilir və soruşulur ki, bu ədəd 7-yə bölünürmü? Misal üçün götürək 532. Burada qaydamız necədir? Ədədin sonuncu rəqəmini 5-ə vururuq. 5-ə vururuq və qalan hissə nə idi? Bu, düzdürmü? 2-ni vurdum, axırı 2-ni buradan sildik. 2-ni vurdum, 10 aldım. Qalan hissə ilə toplayanda, yəni 53 plus 10 etdi 63. Qalan hissə ilə toplayanda alınan cəm 7-yə bölünsə, həmin ədəd 7-yə bölünən ədəddir. Bölünsə, həmin ədəd 7-yə bölünən ədəddir. Və yaxud 7-yə bölünür. Çox gözəl. Bizə vermişdi 532 və dedik, sonuncu rəqəmini 5-ə vururuq. Əla. Vurdum, aldım 10. Atdım yerə. Qaldı 53. Onun üzərinə 53-ü gəldim, aldım 63 və təbii ki 63 də 7-yə tam bölünən ədəddir, 9 dəfə düşür. Deməli 532 7-yə tam bölünəcək. Bu da oldu 7-yə bölünmə əlaməti. Sonra gəlirik Deməli, sonra gəlirik 8-ə bölünmə əlamətinə. Yazıram 8-ə bölünmə əlaməti. Son 3 rəqəmi 0 olan və ya son 3 rəqəmli ədədi
ədədi. Son 3 rəqəmli ədədi. 8-ə bölünən ədədlər. 8-ə bölünən ədədlər. Bunlar hansıdır? Misal üçün, dedik axı, son 3 rəqəmi 0 olmalı, düzdürmü? Misal üçün, 4000, düzdür? 32000, son 3 rəqəmi nədədir? Deməli, son 3 rəqəmi 0-dır, görürsünüzmü? Bu 8-ə tam bölünəcək. Və yaxud, son 3 rəqəmli ədəd 8-ə bölünsün. Misal üçün, 2008, sonra 4016, 2016, görürsünüz, son 3 rəqəmlə də 8-ə bölünürsə, həmin ədəd 8-ə tam bölünəcək. Sonra qeyd edirik 9-a bölünmə əlamətini. 9-a bölünür. Burada da qaydamız 3-ə bölünmə ilə eynidir. Amma burada rəqəmlər cəmi 9-a bölünəcək. Qeyd edirik ki, rəqəmlər cəmi 9-a bölünürsə, həmin ədəd 9-a bölünəcək. Misal 765 və soruşur ki, 9-a bölünürmü? Ne edəcəyik? 7 üzərinə 6 üzərinə 5 olacaq. Deməli 13, 5, 18. 18 9-a bölündüyü üçün bu ədəddə 9-a tam bölünəcək. Sonra gəlir 10-a bölünmə əlaməti. Bu da çox sadədir. Sonu 0-la bitən bütün ədədlər 10-a bölünür. 10-a bölünmə əlaməti, 10-a bölünmə. Sonu 0 olanlar. Sonu 0-la bitən ədədlər. Sonu 0-la bitən ədədlərin hamısı 10-a bölünəcək. 5-lə yox ha. Yəni uşaqlar bəzən çaşır deyir, sonu 5-lə 0-la bitənlər ona. Xeyr. Misal üçün 55 10-a bölünmür axı. 25 10-a bölünmür axı. Amma 20 bölünür, 30, 40, 50, 60, 100, 120, 130, 200, 300, 500, 1020, 1080 sonu 0 olmalıdır. Sonu 0-la qutaran bütün ədədlər 10-a bölünür. Sonra 11-ə bölünmənin əlamətindən danışaq. 11-ə bölünmə. 11-ə bölünmə. İndi bunu qeyd edək. 11-ə bölünmədə əsas nəyə diqqət edəcəyik uşaqlar? Misal üçün, bizə bir ədəd verilir. 24868 olsunlar, fərq etməz. 11-ə bölünmə əlamətində. Əvvəldən başlayırıq. Birinci ədədi götürdüm, bunu götürmədim. Bunu götürdüm, bunu götürmədim, bunu götürdüm. Deməli, götürdüyüm ədədlərin cəmi, götürdüyümüz ədədlərin cəmi, yəni nə? 2 plus 8 plus 8. Çıxaq, yerdə qalanların cəmi. Yerdə qalanların cəmi. Hansıdır bu? Çıxaq, yerdə qalanlar nə idi? Götürmədiyimiz yəni. 4 və 6. 4 plus 6 bərabərdir. 18 çıx 10 bərabərdir 8-ə. 11-ə bölünmə əlamətinin əsas şərti bax budur. İndi ifadə qalandan sonra bölünəcəkmi, bölünməyəcəkmi, ona siz özünüz aydınlıq gətirəcəksiniz. Sonra gəlir 12-yə bölünmə. 12-yə bölünmə əlaməti. 12-yə bölünmə əlaməti necədir? Eyni zamanda 3-ə və 4-ə bölünən ədədlər. Eyni zamanda 3-ə və 4-ə bölünən ədədlər. Misal üçün 1356. Bura yazıram 3-ə bölünmə və 4-ə bölünmə. Hər ikisində bölünmə əlamətlərini yadımıza salırıq. 3-ə bölünmədə dedik nə olmalıdır? Rəqəmləri cəmi. 1 plus 3 plus 5 plus 6 elədi 15. Və təbii ki 15 3-ə tam bölündüyü üçün bu şərtimizi ödədi. 4-ə bölünmə əlaməti necə idi? Son 2 rəqəmi 0 olmalıdır və yaxud son 2 rəqəmli ədədi 4-ə bölünməlidir. Və təbii ki 56 4-ə tam bölündüyü üçün bu şərtimizdə ödəyəcək. Yəni 12-yə bölünmə əlamətində həm 3-ə bölünsə, həm də 4-ə bölünmə əlamətini ödəsə, deməli həmin ədəd 12-yə bölünəcək. Və buradan da
1356 12-yə tam bölünəcək. Sonra gəlir 15-ə bölünmə. 15-ə bölünmə əlaməti. Qeyd edirik 15-ə bölünmə. 15-ə bölünmə əlaməti. Eyni zamanda 3-ə və 5-ə bölünən ədədlər. Misal üçün 3240. Eyni zamanda 3-ə və 5-ə bölünən ədədlər. 3-ə bölünmə yenə nə olacaq? 3 plus 2 plus 4. Bu elə plus 0. Bu edəcək neçə? 9. Və təbii ki 9 3-ə bölündüyü üçün 3-ə bölünmə əlamətini ödədi. Bəs 5-ə bölünmədə nə dedik? Sonu 0 və 5 ilə qutarmalıdır ədədin. Bəli, sonu 0 ilə bitdiyi üçün bu şərtimizi ödəyəcək. Deməli 3240 ədədi 15-ə tam bölünəcək. Bu oldu 15-ə bölünmə əlaməti. Digərinə baxırıq. Bu 18-ə bölünmədir. 18-ə bölünmə əlaməti. 18-ə bölünmə əlaməti necədir? Eyni zamanda 2-yə və 9-a bölünən ədədlər. 2-yə və 9-a bölünən ədədlər. Misal üçün 2-yə və 9-a götürürük ki 5436. Eyni zamanda nə olmalıdır? 2-yə bölünməlidir və 9-a bölünməlidir. İndi aydınlaşdıraq. Dedik 2-yə bölünmə əlaməti necə idi? Sonu cüt olmalıdır. Bəli, 6 cütdür. 2-yə bölünmə əlamətini ödədiyi üçün əla. Bu alındı. Bəs 9-a bölünmə əlamətimiz necə idi? Rəqəmləri cəmi. Təbii ki 3-ə bölünmə ilə 9-a bölünmə eynidir. 3-ə bölünmədə rəqəmləri cəmi 3-ə bölünməlidir. O zaman həmin ədəd 3-ə bölünəcək. 9-a bölünmədə rəqəmlər cəmi 9-a bölünməlidir. Həmin ədəd 9-a tam bölünəcək. Buradan da yazsam 5 plus 4 plus 3 plus 6. Bu neçə eləyəcək? 9, 9, 18. Təbii ki 9-a bölünür. O zaman 2 şərt ödəndiyi üçün 5436 18-ə tam bölünəcək. Sonra digərini qeyd eləyək. 25-ə bölünməni 25-ə bölünmə əlaməti. Burada da qısa konkret belə yazaq da. Sonuncu rəqəmi, deməli son 2 rəqəmi. Son 2 rəqəmi. Son 2 rəqəmi 00, 25, 50, 75. Baxın belə. Bu olan ədədlər 25-ə tam bölünəcək. Bu belə. Sonra başlayaq qeyd eləyək. Qalıqlı bölmədən biraz danışaq. Misal üçün qeyd edək ki, A bölünsün B bərabərdir. Q R-də olsun qalıq. Burada A ədədi B ədədinə tam bölünməzsə, yəni belə deyək də A B-yə tam bölünmürsə, qalıq qalırsa, belə bölmə nə adlanır? Qalıqlı bölmə adlanır. Burada A olur bölünən, A olacaq bölünən, B bölən, sonra Q qismət, yəni natamam qismət, qismət. R-də nə olacaq? Qalıq. R-də qalıq olacaq. Və burada əsas bir qeydimiz nə olacaq? Onu qeyd kimi yaza bilərik ki, qeyd. Qalıqlı bölməyə aid. Qeyd. Qalıq böləndən kiçik olmalıdır. Qalıq böləndən kiçik olmalıdır. Olmalıdır. Bu belə. Qalıq kiçik, deməli qalıq böləndən kiçik olacaq. Sonra gəlirik sadə, mürəkkəb və qarışıq ədədlərə. Deməli, sadə, mürəkkəb, qarışıq. Qarışıq ədədlər. Biz deməli, sadə ədədlər deyəndə nə başa düşürük? Yalnız, belə deyək də, özünə və birə. Yalnız, yəni sadə ədədlər hansılardır? Yalnız birə və özünə bölünənlər.
ədədlər. Misal üçün 2, 3, 5, 7, 11, 13, 17, 19 və s. Bu ədədlər yalnız nə olacaq? Özünə bölünür və 1-ə bölünür. Bu olur sadə ədədlər. Bir qeyddə onu yazaq ki, 2 yeganə cüt olan sadə ədəddir. Bunu da belə qeyd edək. 2 yeganə cüt olan sadə ədəddir. Bunu da bu formada qeyd edin. Sonra ardıcıllıqla getsək, gəlir mürəkkəblər, mürəkkəb ədədlər. Deməli, mürəkkəb ədədlər. Mürəkkəb ədədlər 2-dən çox böləni olan ədədlərə mürəkkəb ədədlər deyəcəyik. Yəni 2-dən çox böləni olmalıdır. 2-dən çox böləni olan ədədlər. 2-dən çox böləni olan ədədlər mürəkkəb olacaq. Misal üçün 4, 6, 8, 9, 10, 12, 14, 15 qeyd edə bilərik. Bunları qeyd edə bilərik. Çünki baxsaq, baxın 9 1-ə bölünəcək 3-ə və özünə. Sonra 15 1-ə, 3-ə, 5-ə, 15-ə. Görürsünüzmü? 2-dən çoxdur. Bu olur mürəkkəb ədədlər. Belə qeyd yaza bilərik. Qeyd. 1, 1. Nə sadədir, nə sadə, nə də mürəkkəb. Nə sadə deyil, nə də mürəkkəb deyil. Mürəkkəb deyil. 1 nə sadə, nə də mürəkkəb ədəddir. Bunu belə qeyd elədik. Sonra əsas mürəkkəb ədədin sadə vuruqlara ayrılması gələcək. İndi bunları qeyd eləyək. Misal üçün bizə verilib ki, 36 ədədi. Sadə vuruqlara ayır. Necə ayıracağıq? Sadə vuruqlara ayırın. Aha, yazıram. 36-nı sadə vuruqlara bölə-bölə gəlsək, deməli 2-yə bölünür 18, 2-yə bölünür 9, 3-ə bölünəcək 3, 3-ə bölünəcək 1. Deməli, biz aldıq ki, sən demə 36 nəyə bərabər imiş, nədən nə qədərdirsə onu qeyd etməliyik. Baxın, 2-dən neçə dənədir? 2 dənə, yəni 2 üstü 2. Vurulsun. 3-dən neçə dənədir? 2 dənə. 3-ün kvadrat, yəni 3 üstü 2. Bu cür qeyd eləyə bilərik. Deməli, bu olacaq sadə vuruqlara ayrılış forması. Bu olacaq sadə vuruqlara ayrılış. Sonra sadə vuruqları yazdıq. Bizdən soruşulacaq nə? Sadə vuruq sayı, sadə bölən sayı, müxtəlif sadə bölən. Baxın, bizdən bunlar soruşulacaq. Ona qeyd üçün nə yaza bilərik? Misal üçün yazıram 60. Yazıb ki, 60-ın sadə vuruğunu tap, müxtəlif sadə vuruğunu tap, sadə bölənini tap. Bizdən bunu soruşacaq. Və yaxud natural bölənini tap, tam bölənini tap. İndi hamısını hesablayaq. Misal 60-ı veribsə əgər, mən nə edəcəyim? 60-ı vuruqlara ayırmalıyam ki, ifadənin cavabını tapa bilim. 60-ı vuruqlara ayırsam 2-yə bölsəm 30, 2-yə bölsəm 15, 3-ə bölsəm 5, 5 5-ə 1. Aldım ki, 60 nəyə bərabər imiş? 2 üstü 2 vurulsun 3 üstü 1 vurulsun 5 üstü 1. Aha. Deməli, bizdən soruşacaq. Sadə vuruq sayı nəyə bərabərdir? Yazıram. Sadə vuruq. Sadə vuruq olacaq. Neçədə nəyə bölmüşəm? 1 dənə, 2 dənə, 3 dənə, 4 dənə. Vəssalam. Sadə vuruq olacaq 4 dənə. İstəsəniz, buradan tapın sadə vuruqu neçə dənədir. Neçə dənə bölmüşəmsə sadə vuruq olacaq. İstəsəniz, buradan qüvvətləri toplasanız da sadə vuruqu tapa bilərsiniz. 2 plus 1 plus 1. Qüvvətləri toplayıram yalnız. Neçə dənə eləyir? 4 dənə.
İstəsəniz buradan tapın, istəsəniz buradan. Hə, qüvvətlərin üzərinə 1 gəlib bir-birinə vuranda o natural bölənə aiddir. Bunu qarışdırmayın. Natural böləni, tam böləni tapandadır. Hələ sadə vuruqdayıq. Deməli, bu belə. Sadə vuruqu deməli tapanda neçə dənə bölmüşəmsə onları yazıram. Bu belə. Sonra deyəcək müxtəlif. Müxtəlif sadə vuruq bəs nə qədərdir? Müxtəlif sadə vuruq dediyi üçün nəyə diqqət eləyəcəyik? 2-dən neçə dənədir? 2 dənədir. Biz bunun birini götürməliyik. Axı müxtəlif deyir. Bu müxtəlif, bu müxtəlif, bu müxtəlif. Hərəsindən belə deyək də bir dənəsini götürməliyik. Əgər burada olsaydı misal üçün 2, 2, 3, 3, 5, 5. Bizdən soruşsaydı müxtəlif nə qədərdir? Mən hərəsindən bir dənəni götürəcəkdim. Müxtəlif olacaq nə qədər? 3 dənə. Burada da yenə eyni qaydadır. 2-dən birini götürəcəm. Bu. Nə qədər oldu müxtəlif? 3 dənə. Bu belə. Bu müxtəlifə aid oldu. Sonra nəyə soruşacaq? Müxtəlif sadə vuruqu tapdıq. Müxtəlif sadə vuruqla sadə bölən sayı eynidir. Yazıram. Sadə bölən sayı. Bunu görən kimi bərabər edin müxtəlif sadə vuruq sayına. Bu da 3-ə bərabər olmuş olacaq. Bunu belə qeyd elədik. İndi gələk natural bölən, tam bölən. Aha, bu necə olacaq? Misal üçün, yenə yazıram 60-dan. 60-ı biz bayaq nə tapdıq? Tapdıq ki, 2 üstü 2, 3 üstü 1, 5 üstü 1, düzdürmü? Burada qeyd eləsək həmin ifadəni. Aha, bu belə. Bizə tutalım verilmişdi. 60 ədədinin natural və tam bölənini tap. Əla. Sadə vuruqlara ayırıb bu şəkildə yazacaqsınız və düsturumuz necədir? Qüvvətlərin üzərinə 1 gəlin, vurun bir-birinə. Üzərinə 1 gəl, vur buna. Üzərinə 1 gəl, vur buna. Üzərinə 1 gəl. Yəni, qüvvətimiz neçədir? Hər birində 1, 1, 2 düzdür. 2 plus 1 vurulsun. 1 plus 1 vurulsun. 1 plus 1. Yəni, 3, 2, 2. Hər birini bir-birinə vursaq edəcək 12. Əla. Bu elədi 12. İndi isə bizdən deməli naturalı soruşsa olacaq 12. Tamı soruşsa olacaq 2 misli. Vəssalam. Yəni naturalı neçə tapırıqsa, natural neçə tapdınızsa tam da olacaq onun 2 misli. Başa düşdünüzmü? Mənfi ədədləri də götürür də belə deyək. Düzdür? Yəni tamı soruşsa qarşıya bir dənə 2 atacaqsan. Vəssalam. Bu oldu natural bölən, tam bölən sayının tapılması. Sonra qarşılıqlı biz sadə ədədləri yazmamışdıq, o qalıb. İndi onu qeyd eləyək. Qarşılıqlı sadə ədədlər nə idi? Qarşılıqlı sadə. Düzdürmü? Buna qeyd yazırıq. Birdən başqa ortaq böləni olmayan ədədlər. Yəni ortaq sadə vuruqları olmayan ədədlər. Misal üçün 9 ilə 16-nı yazdım. 9 və 16. Düzdürmü? 9 nəyə bərabərdir? 3 vur, 3 vur, 1 kimi yaza bilərik. Bəs 16 nəyə bərabərdir? 2 vur 2, vur 2, vur 2, vur 1. Düzdürmü? Birdən başqa ortaq böləni yoxdursa, bu olacaq qarşılıqlı sadə ədədlər. Və qarşılıqlı sadə ədədlərin digər tapmaq üçün digər yolu nədir? Qarşılıqlı sadə ədədləri başqa qruplara da ayırmaq olar. Birinci necə yazacağıq? Misal üçün 2 ardıcıl natural ədəd. 14, 15, nə bilim 16, 17. Ardıcıldır, düzdürmü? 2 ardıcıl natural ədəd də qarşılıqlı sadə ədəddir. Sonra 2 ardıcıl tək natural ədəd. Misal üçün 25, 27. Bu da qarşılıqlı sadə ədəddir. Sonra 2 sadə ədəd. 13, 19. Bunu laf yaxşı formada yazım, siz anlayın ki. Deməli, birinci nə yazacağıq? 2 ardıcıl natural ədəd. 2 ardıcıl natural ədəd.
Misal üçün 14 və 15. Olmadı olsun 17 və 18. Bunlar da nədir? Qarşılıqlı sadədir. Sonra ikinci yazırıq. 2 ardıcıl tək natural ədəd. 2 ardıcıl tək natural ədəd. 2 ardıcıl tək natural. Misal 25, 27. Sonra üçüncü nədir? 2 sadə ədəd. 2 sadə ədəd. Misal üçün 13 və 19. Bu da qarşılıqlı sadə ədədlərə aid. Belə, dəyərli şagirdlər, dəyərli izləyicilər, ümidvaram ki, izahlarımı anlaya bildiniz. İnşallah videonun da davamını Əbub Əkobla davam etdirəcəyəm. Videonu bəyənməyi unutmayın, sağlıqla qalın. Əbub Əkob videosu da gələcək. Əkobu daha asan yollarla necə tapa bilərik, ona aid mövzu izahını paylaşacağım. Sağlıqla qalın.